Ester kitabı. Ester. 1-ci fəsil. Fars padşahı Axışveroşun ziyafəti. Bu hadisələr Axışveroşun dövründə baş vermişdi. Axışveroş Hinddən Kuşa qədər 127 vilayət üzərində padşahlıq eləyirdi. O dövrdə padşah Axışveroş Şuşan qalasında taxtında oturmuşdu. Padşahlığının 3-cü ilində o bütün rəisləri və əyanları üçün bir ziyafət qurdu. Farsın və Midiyanın sərkərdələri, əslzadələri və vilayət başçıları onun hüzuruna gəldi. O, uzun müddət ərzində, yəni 180 gün öz padşahlığının cah-calalını, əzəmətini və parlaq şöhrətini nümayiş elətdirdi. Bu ziyafət günləri qurtarandan sonra padşah Şuşan qalasında böyükdən kiçiyə qədər bütün xalqa sarayının həyət bağçasında 7 gün ayrı bir ziyafət verdi. Bağçada tünd qırmızı zərif kətan qaytanlarla, mərmər sütunlardakı gümüş halqalara keçirilmiş pambıq parçadan ağ və bənövşəyi pərdələr var idi. Sumaq daşı, mərmər, sədəf və başqa qiymətli daşlardan düzəldilmiş döşəmə üzərində qızıl və gümüş kürsülər qoyulmuşdu. Oradakılara bir-birindən fərqli qızıl camlarda padşahın səxavətinə layiq bol-bol şahanə şərab təqdim edilirdi. Padşahın əmri ilə şərab içmək üçün hüdud qoyulmamışdı. Çünki padşah şərab məmurlarına əmr eləmişdi ki, hər kəsə istəyinə görə xidmət göstərilsin. Mələkə Vaşti də Axışveroşun sarayında qadınlar üçün ziyafət qurdu. Padşahın Vaştini mələkəlikdən çıxarması. 7-ci gün padşah Axışveroşun ürəyi şərabdan nəşələnəndə, hüzurunda xidmət eləyən Mehuman, Bizzeta, Xarvona, Bikta, Avakta, Zetar və Karkas adlı 7 hərəm ağasına belə əmr elədi. Mələkə Vaşti başında mələkəlik tacı ilə padşahın hüzuruna gətirilsin. O mələkənin gözəlliyini xalqa və rəislərə nümayiş elətdirmək istəyirdi. Çünki mələkə cazibədar idi. Lakin mələkə Vaşti hərəm ağaları vasitəsilə göndərilən padşah əmrindən çıxıb onun hüzuruna gəlmək istəmədi. Padşah buna çox qəzəbləndi və qəzəb ürəyini yandırıb yaxdı. Padşah adəti üzrə qayda-qanun bilənlərə müraciət eləyərdi. Ona görə də müdrik adamlarla məsləhətləşdi. Karşena, Şetar, Admata, Tarşiş, Meres, Marsena, Memukan padşahın yaxın adamları olub, Fars Midiya padşahlığının 7 rəisi, padşahlıqda ən yüksək rütbə sahibi idi. Bu adamlar padşahla üz-üzə görüşə bilirdi. Padşah soruşdu. Qanuna əsasən Mələkə Vaştiyə nə edilməlidir? O padşah Axışveroşun hərəmağalar vasitəsilə göndərdiyi əmrə əməl eləmədi. Memukan padşahın və rəislərin hüzurunda dedi. Mələkə Vaşti yalnız padşaha deyil, bütün rəislərə qarşı, padşah Axışveroşun bütün vilayətlərindəki xalqların hamısına qarşı günah işlətdi. Çünki mələkənin bu hərəkəti hansı qadının qulağına çatsa və onlara padşah Axışveroş Mələkə Vaştini öz önünə gətirilməsini əmr eləmişdi, o isə imtina elədi deyilsə, bütün qadınlar öz ərlərinə xor baxacaq. Mələkənin bugün gördüyü işi eşidən Fars və Midiya xanımları padşahın bütün rəisləri ilə belə rəftar eləyəcək. Bununla da çoxlu itaətsizlik və münaqişə olacaq. Əgər padşahın gözündə xoş görünərsə, qoy padşah tərəfindən belə bir əmr verilsin. Vaşti bir daha padşah Axışveroşun önünə çıxmasın. Qoy bu əmr Farsların və Midiyalıların qanunları arasına yazılsın və dəyişdirilməsin. Padşah isə onun mələkəliyini daha yaxşısına versin. Padşahın verdiyi əmr öz böyük padşahlığının hər yerində elan ediləndə, böyükdən kiçiyə qədər bütün qadınlar öz ərlərinə hörmətlə yanaşacaq. Bu söz padşahın və rəislərin xoşuna gəldi. Padşah Memukanın təklifinə əməl elədi. Padşahın bütün vilayətlərinə yazılı əmrlər göndərdi. Bu əmrlər hər vilayətə öz yazısı və hər xalqa öz dili ilə yazıldı. Hər kişi öz ailəsində hakim olsun və öz xalqının dilində danışsın, deyə elan edildi.